Mənə hicran dağının zirvəsi qəmdir dedilər. Orada kim məskən edir, gözləri nəmdir dedilər. Qəm sitem kəşf edirəm, göz yaşım heyranım olur. Belə əhvalıma da nazlı sənəmdir dedilər. Gecələr sübhə qədər gözlərimə zülm edirəm. Ot tutub yandı sözüm, şöləli şəmdir dedilər. Hər işim müşkül olur, mən cürə ah sahibiyəm. O qədər ah eləmə, ahın ələmdir dedilər. Fələyin çərxini xoş gərdişə sövq eyləyirəm. Nalələr nuş eləyib, dərdləri cəmdir dedilər. Yola düşmüş xəzanım, qış qapımı döymədədir. Bu qışın çöhrəsi sərt, xoş günü kəmdir dedilər. Sabahın hüsnünə gül, mahcamal hər gün şükür et. Yeni gün bəlkə Gülüstan İrəmdir dedilər. Nizami, oğlum, mən belə bir şey fikirləşdim də. Mən indi şeiriyyəti uşaqlıqdan sevmişəm. Şeirə olan məhəbbətim həmişə böyük olub. Özün bilirsən də, mən danışmışam orada məktəb illərində mən necə uşaqlıqdan sevmişəm. Amma ki, bu ədəbi mühitə mən gec gəldim. Anar məni 87-ci ildə Bakıxanovun büstünün açılışında Əmircanda gördü mənim çıxışımı. Mənə dedi ki, Mahcama xan, gəlin yazıçılar birliyinə mənə dəvət elədi oraya. Amma ki, mənim qabağımda həmişə səd olub da qoymayıblar. Nəysə, uzun sözün qısası, mən bunun adını istəyirəm qoyum ki, hələ də gec deyil.